Yeni bir pul qazanma videomuzda hər birinizi xoş gördük. Deməli gənclər, bugünkü videomuzda sizlərə telefonla pul qazana biləcəyiniz yeni bir tətbiq göstərəcəm. Amma əvvəlcə belə bir şey deyim sizə. Yəni bugünkü pul qazanma üsulumuza baxmadan əvvəl belə bir önəmli məlumat çatdırım. Kanaldakı videoları dəyişmək istəyirəm. Yəni dəyişmək deyəndə artıq yəni bunlar çox izlənmir. Yəni həm də çox kanal çıxıb deyə bu pul qazanmağa dair saytları paylaşan. Yəni məndən sonra ən azından 100 dənə kanal çıxıbdı belə. Ona görə yəni elə hərəmiz bir video paylaşanda heç yəni çox da izlənmə almırıq. Ona görə yəni düşündüm ki, kanalda həm kriptovalyuta videoları, həm də ki bu sahədə canlı yayımlar olsun. Çünki hər hansısa bir canlı yayımız olmayıb indiyə kimi. Yəni indən belə ola bilər ki, məsələn həftədə 2 dəfə, 3 dəfə olsun. Baxarıq, yəni çox izlənmə alsalar daha çox keçirməyə çalışarıq. Və yaxud yəni siz deyə bilərsiniz ki, filan sahədə videoları paylaşın. İndi mənim ağlıma gəlmir, ola bilər ki, siz daha yaxşı fikirlər deyərsiniz. Yəni onu rəy bilməsində yazın ki, mən də onları görüm. Hardasa bir il yarımda, yəni eyni konseptdə olan videoları paylaşırıq. Fərqli saytlarda, həm də kriptovalyuta. Amma ola bilər ki, indən sonra həm bu yəni coinlərə aid, nə bilim futuresdir, nə bilim, yəni almaq, satmaqdır, ümumiyyətlə hər şeyə aid, yalnız kriptovalyutaya aid videolar olsun. Yəni belə siz də öz fikrinizi paylaşın ki, mən onları görüm. Yəni ola bilər mən nə desə yanılıram, siz onları düzəldərsiniz. Deməli, bugünkü tətbiqin adı Stormgain-dir. Yəni bunu paylaşmışam. Son vaxtlar tez-tez paylaşıram. Çünki axırı səfər baxdım ki, çox insan başa düşməyibdi. Yəni buradan miningdən pul qazanmaqdır, sonra pul çıxarmaqdır falan çox adam ümumiyyətlə başa düşməyibdi. Baxın, yenidən deyirəm. Tətbiqi yüklədiniz. Çox asandır. Yüklədiniz bunu. Burada ortada bir dənə işarə var. Görürsünüz bu elektrik işarəsini. Burada biz mining eləyə bilirik. Baxın, bundan razıyam. Mən burada toplamışam 11 dollar 57 sent. Düzdür. İndi mən bunu para çek deyirəm. Baxın, para çek dedim. 4 saatdan bir bunu aktivləşdirmək olur. Yəni 4 saatdan bir burada mining eləyirsiniz. Deməli, para çəkdim. Görürsünüz, sıfırlandı. İndi yenidən bunu başladıram. Görək, aktiv olurmu? Robot olmadığımız təsdiq eləməliyik. Bunu təsdiq elədik. Aha. Özü burada mining eləyir. Yəni 4 saatdan bir siz bir dənə bunu aktivləşdirirsiniz. Bəs yaxşı, yəni mən orada dedim ki, para çək, düzdür. Pul çıxardım. Pul hara getdi? Mən o pulu hara çıxarda bilirəm? İndi onları da göstərirəm sizə. Bir dəqiqə bu reklam bitsin. Görürsünüz, burada özü 4 saat boyunca mining eləyir. Bunu siz 4 saatdan bir aktivləşdirirsiniz. Və yaxud çıxartdığım 10 dollarda baxın, gəlib düşür bura. Bir dəqiqə bu demo hesabı bağlayaq. Çünki sizə videoları demo hesabdan göstərirdim mən. Baxın, 11.57 gəldi düşdü bura. Sağ altda var ha, cüzdan. Görürsünüz, cüzdan. Gəldi düşdü bura. İndi bu pulu nə edirik? Çıxarda bilirikmi? Məsələn, Binance-a falan çıxartmaq olurmu? KuCoin-ə çıxarmaq olurmu? Deyə suallar verirsiniz. Həmişə deyirəm, bu pulu birbaşa çıxartmırsınız. Bununla yatırım edirsiniz. Yəni bu əməliyyat borsalarda da var da. Coinlərə işlem açmaq. Məsələn, Bitcoin-ə və yaxud başqa bir şeyə. Gəlib coinlərdən həmin o yatırımdan qazandığınız pulu çıxara bilirsiniz. Bilirsiniz nə demək istəyirəm? Sizə mining pul verir, düzdür. Amma mining pul verir ki, gəl bəs mənim tətbiqimdə yatırım elə. Yəni sən cibindən bura pul qoymursan ki, mənim verdiyim pulla yatırım eləyirsən də. Həmin yatırımda pulunu itirsən, heç bir şey yəni yoxdur. Cibindən bir pul yetmir. Amma qazansan çıxara bilərsən. Məsələn, mən burada 5-də qalsın, tamam. Məsələn, deyirəm ki, hələ ki buna baxmayaq, fikriniz qarışasıdır. Buna yatırım elədim Dogecoin-ə. Hal-hazırda baxın, 4 sent ziyandayım, düzdür. İndi mən yatırım eləmişəm. Buradan pulum qalxanda deyək ki, 1 dollar xeyirdəyəm. Mən bu işləmi bağlayıram və orada pulum toplanır. Yəni xeyirlərim yığılır, 30-40 dollar olanda çıxara bilirəm. Yəni tətbiq bizdən heç bir yatırım istəmir və yaxud yəni pul istəmir. Sadəcə öz verdiyi pulla deyir ki, burada gəl, həm başını qat, həm bunu daha yaxşı yəni öyrən, qazansan da çıxararsan. Buraya yəni belə bir şey də qoymaq olar. Məsələn, mən deyirəm ki, 1 dollar xeyirdə olsam, artıq bu işləmi bağla. Və yaxud 50 sent ziyanda olsam, bunu bağla. Qayd etdim. Ondan aşağı olmaz. 0.5 olmaz. Tamam. Bəs yaxşı 1. Tamam. Deməli, orada qoşdum ki, 1 dollar xeyirdə olsam və yaxud 1 dollar ziyanda olsam, bunu bağla. Amma yəni tuşla demək, gönül istəyər ki, xeyirlə bunu bağlayaq. İndi mən göstərmək üçün çox heç fikirləşmədim. Deyələ Dogecoin-ə yatırım elədim. Baxın, daha da hələ pulumu itirməyə doğru gedirəm.
6 sentə yaxın ziyandayım. Yəni belə. Burada çox belə, nə bilim, qaranlıq məlumatlar falan yoxdur. Deyək ki, pul qazandınız, burada görsənir. Yəni burada elə bir görsənir ki, sizin miningdən qazandığınız nə qədərdir və o işləmlərdən qazandığınız xeyir nə qədərdir. Həmin o xeyriniz, yəni toplam yığılır, 3 dollar, 5 dollar falan toplanır hamısı. Hardasa bir 35 dollar olandan sonra çıxarmaq olar. Yəni buradan da pulu fərqi yoxdur. KuCoin-ə, nə bilim, Binance-a, Mexcə, Trustwallet-a hər yerə çıxarış olur. Ən yaxşısı Bitcoin Cash Game pul çıxarmaqdır və yaxud yəni başqaları kimi də pul çıxarmaq olar, amma ən aşağı faiz tutan budur. Bitcoin Cash kimi və yaxud Litecoin də ola bilər. Görək bu nə yerdə qaldı. Elə yenə ziyandayıq. Məsələn, bunu mən indi bağladım. 6 sent ziyandan bağladım. Gəlirəm deyək ki, Ethereum-a yatırım edirəm. Ethereum-a gəldim. Alışı deyirəm onayla və əla. Yəni hal-hazırda elə öz pulum demək olar. Yəni 0.00 o bir ziyan demək deyil, 1 sent deyil də. Yəni bu da belə getsin. İndi mən birazdan videonu bağlayasıyam, ona görə yenə bura take profit qoyum ki 1 dollar xeyirdə olsun və yaxud 1 dollar ziyanda olsan bunu bağla. Yəni siz də belə eləyə bilərsiniz, itirəcəyiniz bir şey yoxdur. Onsuz da tətbiqin özündən mining ilə pul toplayırsınız. Baxın burada da 4 saat boyunca özü pul toplayır. Yəni Bitcoin-in qalxıb yenməsinə görə bu rəqəm dəyişə bilər. Yəni sizin buradakı pulunuz da arta bilər. Və yaxud ümumiyyətlə yenə mən deyəni başa düşmədinizsə, bir dəqiqə göstərim sizə. Haradaydı o? Baxın, video dərs var. Video dərslərlə hər şeyləri sizə izah eləyirlər. Yəni bütün bilgilər burada var. Hər biri tətbiq haqqında olan bütün bilgiləri görə bilərsiniz burada. Yəni türkcə, ingiliscə sizə izah eləyiblər. Zəng gəldi, videonu böldüm. Harda qalmışdıq? Yəni onu deyirdim ki, burada özləri çəkdiyi videolarla sizə izah eləyiblər. Ki, məsələn, miningdən qazandığınız pulu necə artırmaq olar və yaxud yəni bu pulla mən deyirəm ki, bəs yatırım edirsiniz və yatırımdan qazandığınız pulu çıxarırsınız. Özləri də bunu izah eləyir. Yəni mənim deməyimə çox ehtiyac yoxdur. Baxın, burada 1 dəqiqəlik videolar var. Yarım saatlıq, 40 dəqiqəlik falan videolarla sizə izah eləyirlər. Yəni baxsaq özünüz biləsiniz də, deməyin ki, yox, mənim başım çıxmır, bunu istifadə edə bilmərəm, belə. Özləri göstərirlər. Və buradan demo hesabı da aktivləşdirib, yəni balansınızda hardasa 50.000 falan pul olur. Yəni ondan daha yaxından öyrənə bilərsiniz bu işləri. Baxaq görək burada ən son yatırımımız harda qaldı bizim. Baxın, 6 sent xeyirdəyəm. Əla. Hətta yəni bayaqlarım daha çox xeyirdəymişəm, xəbərim olmayıb. Tamam. Yəni belə xeyirdəyik. İndi məsələn 1 dollar olsa bunun indi də bağlaya bilərəm amma yəni 6 sent xeyirlə bağlaya bilərəm bunu, amma yəni çox bir şey deyil axı, bunu yeniləyirəm ki. Yəni belə. Videonun da əvvəlində bildirdim. Yəni siz də mənə köməklik eləyərsiniz. Hansı tərzdə videoları paylaşaq. Məsələn, ancaq belə kripto valyutaya aid də, yəni bu cür işləmləri paylaşım, coinlər alıb satmaqdır, bunlar haqqında canlı yayımlardır. Coinlər haqqında yəni maraqlı bilgilər falandır, bunları paylaşım. Yoxsa elə qaldığımız yerdən davam eləyək, saytları falan paylaşmağa. Yəni mənə bildirərsiniz. Mən də yəni onları görüb sizin fikrinizi öyrənirəm ki, belə deyim də, sizin nə istədiyinizi bilməliyəm ki, mən ona görə videolar çəkim. Elə yoxsa boş-boş videoları paylaşsam nə izlənmə olar, nə də bir şey. Yəni elə boş-boş nə videolar. Amma sizin nə istədiyinizi bilsəm, ona uyğun videoları paylaşaram ki, siz də yəni həm izləyərsiniz, həm sizə faydası olar, məlumatlar öyrənirsiniz, həm də mənə. Belə. Stormgain kimi bir-iki dənə proqram var. Mən onlarda paylaşaram sizə. Təxminən bir, deməli, o birisi yatırımlıdır. Bir dənəsi var, eyni bunun kimidir, yatırımsızdır. Başqası da var, amma bura pul qoymaq lazımdır, o heç lazım deyil sizə. Yəni çalışıram gələn səfər digər yatırımsız proqramda göstərim sizə.